Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva paytaxtda təşkil olunan Novruz şənliklərinə qatıldılar. Dünyanın yaranışını tarixin ilk yaz günü ilə bağlayan xalqımız əsrlər boyu Novruz bayramını əziz tutub. Azərbaycanda hər il mart ayında qeyd edilən Novruz baharın gəlişi, təbiətin canlanması, torpağın oyanması ilə bağlıdır. Bu bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər üzərində qurulub. Hər il olduğu kimi bu ildə Azərbaycanda Novruz bayramı təntənə ilə qeyd olunur. Bu da xalqımızın bayram sevincinə daha bir ovqat qatır. Ulu Dədə Qorqud Novruz bayramı münasibəti ilə xeyir duasını verdi. Prezident İlham Əliyev bayram tonqalını alışdırdı. Novruz bayramı münasibəti ilə təbriklərini çatdıran Prezident İlham Əliyev xalqımıza xoşbəxtlik və uğurlar arzuladı. Azərbaycan dövlətinin möhkəm milli mənəvi dəyərlər üzərində qurulduğunu dedi. Biz öz mədəniyyətimizi, incəsənətimizi, ana dilimizi, bayramlarımızı qoruyuruq, yaşadırıq. Və 25 illik müstəqillik dövrü onu göstərdi ki, ancaq milli köklər üzərində qurulmuş dövlətlər uğur qazana bilər, o dövlətlərin gələcəyi var. Azərbaycan dəyərləri, bizim milli mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Şadam ki, gənc nəsildə bu ruhda tərbiyə alır, vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə alır. Və bugün vətəni sevən hər bir Azərbaycan vətəndaşı haqlı olaraq vətəni ilə fəxr edir. Ölkəmizin uğurlarının gələcəyə nikbinliklə baxmağa imkan verdiyini, daxili vəziyyətimizin sabit olduğunu deyən Prezident İlham Əliyev yürüdülən siyasətin xalq tərəfindən dəstəkləndiyini diqqətə çatdırdı. Əsas məqsədin dövlətimizi və xalqımızı mövcud olan gələcək risklərdən qorumaq olduğunu deyən dövlət başçısı vurğuladı ki, ölkəmizdəki vətəndaş həmrəyliyi və birliyi bizim milli sərvətimizdir. Müstəqil siyasətimiz bizim qürur mənbəyimizdir deyən dövlət başçısı Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndiyini, son 2 ayda müxtəlif ölkələrə 7 dəfə səfər etdiyini bildirdi. Xarici siyasətimizin əsas istiqamətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini olduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, Ermənistan işğal etdiyi torpaqlardan çıxmaq istəmir, danışıqları boykot edir. Azərbaycan isə bu vəziyyətlə barışmayacaq. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. İqtisadi və hərbi potensial da bizim tərəfimizdədir deyən Prezident İlham Əliyev qeyd etdi ki, bunu ötən il baş verən aprel hadisələrdə təsdiqlədi. Erməni cəmiyyətini sarsıdan bu döyüşlər onların təbliğatına da ciddi zərbə vurdu. Ona görə onlar düzgün nəticə çıxarmalıdırlar və bilməlidirlər ki, heç vaxt biz bu vəziyyətlə barışmayacağıq. Nəyin baxasına olursa olsun, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu etmək üçün əlbəttə ki, biz uğurlu siyasət aparırıq və hər gün, hər il biz o günü yaxınlaşdırırıq ki, Azərbaycan bayrağı necə ki, bugün Lələtəpədə və Ağdərədə dalğalanır, Şuşada da, Xankəndidə də dalğalanacaqdır. Azərbaycanda iqtisadi vəziyyətin yaxşılaşdığını, ümumi daxili məhsulda, qeyri-neft sektorunda və kənd təsərrüfatında artımın qeydə alındığını deyən dövlət başçısı Azərbaycanın Davos İqtisadi Forumunun reytinqlərində önəmli yerlərdə qərarlaşdığını, bunun iqtisadi siyasətimizə verilən ən böyük qiymət olduğunu vurğuladı. Sosial sahədə də böyük planların olduğunu, bu il İslam həmrəyliyi oyunlarının keçiriləcəyini, bunun da ilk növbədə İslam həmrəyliyinə töhfə olacağını diqqətə çatdıran Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan müsəlman aləmində birliyin möhkəmlənməsinə, bu ailədə əmin-amanlığın, inkişafın olmasına, müharibələrə son qoyulmasına çalışır. Çıxışında Azərbaycanın regional təşəbbüslərinin beynəlxalq əməkdaşlığı daha da gücləndirdiyini deyən Prezident İlham Əliyev Cənub qaz dəhlizinin əhəmiyyətini də vurğuladı və sonda bir daha bayram münasibəti ilə xalqımızı təbrik etdi. Əziz dostlar, gözəl bayram ərəfəsində hər bir Azərbaycan ailəsinə uğurlar, can sağlığı arzulamaq istəyirəm. Arzu edirəm ki, ölkəmizdə həmişə sülh olsun, inkişaf olsun, xalqımız rahat, firavan yaşasın. Bayramınız mübarək olsun. Sağ olun.
Sonra Novruz şənlikləri dənizkənarı Milli Parkda davam etdirildi. Azərbaycanın müxtəlif bölgələrindən gələn öz fəaliyyət dərnəklərinin, rəqs və mahnı qruplarının çıxışları maraqlı qarşılandı. Novruz bayramının əsas qəhrəmanları olan Keçəl və Kosanın çıxışı bayram şənliyinə xüsusi kolorit bəxş etdi. Daha sonra Prezident İlham Əliyev, 1-ci xanım Mehriban Əliyeva və 5-ci Qlobal Bakı Forumunun yüksək səviyyəli iştirakçıları Novruz yarmarkası ilə tanış oldular. Burada bərəkətli Azərbaycan torpağında yetişdirilmiş məhsullar nümayiş etdirilirdi. Yarmarkada ölkəmizin iqtisadi rayonlarından onlarla şirkət öz məhsullarını təqdim edirdi. Son dövrlərdə ölkəmizdə aparılan siyasət nəticəsində digər sahələrdə olduğu kimi kənd təsərrüfatında da mühüm nailiyyətlər əldə olunur. Bugün Azərbaycan özünü keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edir. Bu isə ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Ona görə də ekoloji cəhətdən təmizliklə seçilən Azərbaycan məhsullarına dünyada böyük tələbat var. Novruz xalqımızın tarixi yaddaşından süzülüb gələn ənənələri yaşadan, keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan bayramdır. Elə bu səbəbdəndir ki, Sovet hakimiyyəti illərində həyata keçirilən siyasət digər milli mənəvi dəyərlərimiz kimi Novruzu da Azərbaycan xalqının şüurundan silə bilmədi. Hər bir xalqın milli mənəvi dəyərlərinin qorunmasında və inkişafında tarixi şəxsiyyətlərin də üzərinə böyük vəzifələr düşür. Ulu öndər Heydər Əliyevin tariximiz qarşısındakı xidmətləri sırasına Novruzun yenidən xalqımıza qaytarılması kimi ümummilli məsələ də vardı. Çünki məhz Heydər Əliyevin sayəsində ümumi mədəni hərəkatın tərkib hissəsi kimi milli bayramımız olan Novruz ötən əsrin 70-80-ci illərində əvvəlki dövrlərlə müqayisədə kütləvi qeyd olunmağa başladı. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə isə Novruz təntənələri xalqımızın həyatına bir dəfəlik daxil oldu. Bugün Prezident İlham Əliyev də mədəni mənəvi irsimizə xüsusi diqqətlə yanaşır. Novruzun gəlişi ilə bağlı dövlət başçısının hər il xalqa ünvanladığı təbriklər də onun milli mənəvi dəyərlərimizə böyük ehtiramla yanaşdığını göstərir. Xalqımız özünün milli və tarixi ənənəsinə çevrilən Novruzu həmişə olduğu kimi bu ildə böyük sevinclə qarşılayır. Yazın gəlişi, təbiətin və bütün canlıların oyanışı, gecə ilə gündüzün bərabərləşdiyi bir günlə bağlı olan bu bayram Azərbaycan xalqının milli düşüncəsi və milli ruhunu özündə əks etdirir. Dövlətimizin başçısına və 1-ci xanıma ictimai Wi-Fi layihəsi barədə təqdimat nümayiş olundu. İlkin mərhələdə əhalinin daha çox sıx istirahət etdiyi yerlər seçilib. Dənizkənarı Milli Park və Dövlət Bayrağı meydanı, həmçinin İçəri şəhər Dövlət Tarix Mimarlıq Qoruğu ərazisində ictimai internetdən istifadəni təmin edən avadanlıqlar quraşdırılıb. Növbəti mərhələdə Heydər Əliyev mərkəzinin ətraf ərazilərində işlər həyata keçiriləcək. Bugün Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır. Prezident İlham Əliyev və qonaqlar burada Formula 1 yarışlarının bolidinə baxdılar. Ölkəmiz bu il 4-cü İslam Həmrəyliyi oyunlarına ev sahibliyi edəcək. Prezident İlham Əliyevə və 1-ci xanım Mehriban Əliyevaya bu oyunların ilk bileti təqdim olundu. Novruz xalqın milli təfəkkür tərzi, onun həyat və məişəti, adət və ənənələrini özündə yaşadan əsl el mərasimidir. Odur ki, xalqımız durduqca Novruz adət ənənələri, onun yaratdığı mədəni sərvətlər də hər zaman bizimlə olacaq. Çünki Novruz bayramı dərin milli köklərə, zəngin ənənələrə malik olmaqla xalqımızın ictimai və mənəvi həyatında əhəmiyyətli hadisədir. Novruz həm də xalqımızın milli həmrəyliyinin rəmzidir. Odur ki, Novruzun timsalında ölkəmizdə malik olduğumuz milli mədəniyyətin nümunələrinin qorunub saxlanmasının özü belə bir mədəniyyət və bəşər əhəmiyyətli hadisədir. 2010-cu ildə BMT-nin qərarı ilə martın 20-si Beynəlxalq Novruz günü elan olundu. Bu böyük bir arealda yaşayan 200 milyondan çox insanın milli mənəvi yaddaşına dünyanın ən mötəbər qurumu səviyyəsində verilən dəyərin təzahürü idi. Qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, mühüm insani dəyərləri tərənnüm edir. Varlığın yenidən canlanmasını müjdələyən Novruz əsrlər boyu həm də insanlarımızı işıqlı sabaha, xoşbəxt gələcəyə aparıb. Bu bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb. Novruz bayramlarımızın ən əzizidir.
Bu bayram çox qədim tarixə malikdir və əcdadlarımızın bizə töhfəsi, onlardan qalmış mirasdır. Qədim zamanlardan bəri bu bayramı ən çox sevən və ən uca tutan da elə Azərbaycan xalqıdır.